Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi Qərb üçün prioritar olan nədir? Demokratiya yoxsa enerji maraqları mövzusunda dəyirmi masa keçirib. Tədbir İsr Plaza otelində nəzərdə tutulsa da elektrikin olmaması bəhanəsi ilə yer verməkdən imtina edilib. Bununla bağlı tədbir Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin ofisində keçirilib. 2 həftə bundan qabaq biz bir zal danışmışıq ki, İsr Plazada götürməyə bizim konferansımız üçün. Əfsuslar olsun, dünən artıq geç axşam bizə zəng vurublar oradan və dedilər ki, əfsuslar olsun, amma işıqlar yanmayacaq. Ümumiyyətlə, heç bir zalda da işıq yoxdur. Mən dedim, eybi yox, biz şamlarla gələcəyik. Amma gələndə gördük ki, doğrudan da təxirə salınıb. Ona görə məcbur olduq qonaqlarla gələk başqa bir ofisə burada keçirdirik. Məruzəçilərdən biri İnsan Haqları üzrə Qazaxıstan Beynəlxalq Bürosunun təmsilçisi Yevgeniy Jovtis bu ölkənin nümunəsində Qərbin enerji maraqlarına görə demokratiyanı qurban verdiyini söyləyib. Ekspertin fikrincə neft, qaz, terrorla mübarizə və təhlükəsizlik maraqları demokratiyanın düşmənləridir. Qərb enerji maraqlarına və təhlükəsizliyinə görə insan haqları ilə bağlı problemlərə göz yumur. Eyni zamanda bu amillərdən istifadə edən avtoritar rejimlər demokratiya əleyhinə fəaliyyət göstərirlər. Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin eksperti Ceyhun Vəliyev çıxışını son 20 ildə Amerika Birləşmiş Ştatlarının siyasətinin Azərbaycana münasibəti üzərində qurub. Onun fikrincə, 2011-ci il 11 sentyabr teraktlarından sonra təhlükəsizlik məsələlərində Azərbaycanın Amerika Birləşmiş Ştatları üçün önəmi artıb. Azərbaycanın artan rolu ilə bağlı Vaşinqton demokratiya problemlərinə yetərli diqqət ayırmayıb. 2003-2004-cü illərdə Gürcüstan və Ukraynada narıncı inqilablara dəstək verən Amerika Birləşmiş Ştatları 2003-cü ildə Azərbaycanda prezident seçkilərinin nəticələrinin total şəkildə saxtalaşdırılmasına münasibətdə gözləmə mövqeyi tutub. Araşdırmaçı jurnalist Şahin Abbasov diqqəti Azərbaycan-Avropa İttifaqı münasibətlərinə yönəldib. O, Azərbaycan demokratiya məsələsində Avropa Birliyinin ikili standartlarına toxunub. Avropa Birliyinin siyasətində enerji faktorunun üstünlük təşkil etdiyi, bunun obyektiv və subyektiv səbəbləri olduğunu vurğulayıb. Son illərdə Avropanın enerji təhlükəsizliyi məsələsində Azərbaycanın önəmi artır. Bakı TAB və TANAP kəməri çəkilişi layihələrini reallaşdırır. Ona görə də Avropa Birliyi demokratik islahatların sürətləndirilməsində israr etmir. Avropa Birliyinin Azərbaycana münasibətdə siyasətinə təsir edən subyektiv amillər də var. Hakimiyyət kürü diplomatiyasından istifadə edərək son zamanlar Avropa lobbiçilik fəaliyyətini genişləndirib. Mədəniyyət layihələrinə, Avropa Olimpiya oyunları kimi idman tədbirlərinə dəstək verən rəsmi Bakı, müsəlman ölkələrində uğurlu dünyəvi rejim imicini formalaşdırmaq istəyir. Rusiya eksperti Arkadi Dubnov, Qərbin enerji maraqları və Rusiyada demokratiya mövzusunda çıxış edib. Onun sözlərinə görə, əgər əvvəllər Rusiyada demokratiya imitasiyası, suveren demokratiya barədə danışmaq mümkün idisə, indi Rusiya Federasiyasında demokratiya haqqında danışıqlar ancaq piston əlaməti sayılır. Onun fikrincə, son 2 ildə Rusiya demokratiya prinsiplərini açıq şəkildə inkar etmək və vətəndaş cəmiyyəti institutlarını məhv etmək yolu tutub.